Yanlış anlamaya ve anlatmaya çalışmak. Yunus Bey'in eleştirisine cevap. İnsafeli Hidayet'ten Yunus Bey Şamili cenaplarının tenkitlerine cevap. Yunus Bey Şamili cenapları İnsafeli Hidayet'in canlı yayında danıştığı sözlerden bir neçə kəlməni seçip öz düşüncelerinin yayılmasına bəhanə edibdir. İnsafeli Hidayet bu tenkitlerden hem faydalanıp hem de her tür eleştirini topluma ve kendisine çok faydalı görür. Bundan dolayı Yunus Bey'e ve tüm eleştirici beyinli insanlara teşekkürünü bildirir. Hidayet eleştirini o kadar faydalı görür ki Yunus cenablarına cevap vermeye maraklı değildir. Niye ki eleştirici düşünceler yerine otursun diye. Ama sonra bu düşünceye geldi, tenkitlere cevap verilirse toplumda mübahiselere daha çok yer açılar. Habilə tənkit tərəfsiz olar və özünə yardımcı və islahçı bir qanunlar və qaydalar qazınar. Bunun üçün 1. Tənkitçi Yunus Bey olduğu üçün yox, tənkidin eleştirisi üçün cavab gəlir. 2. Tənkidin doğru yolu budur ki, en başta tənkitçi eleştirisi olan konuları tənqidə məruz qalan birəyə yetirsin ki, əgər düşüncə, dil, yahalma, atmosfer ve şərait yanlış yaradıbsa ya da yazdıkta yanlış varsa onu ıslah etsin ya düşünceleri ya yetersiz olan sözcükleri değiştirsin. 3. Eğer tenkit alınmazsa ve bir daha aynı yol yöntemiyle tekrar olunursa toplum içinde konunu mübahiseye koymalıdır. 4. Her tenkit ve konuya o konunun kontekstinde bakılmalıdır. Çünkü her bir sözcüğün anlamı öz atmosferinde konunun içinde anlaşar, mənalanar. Bir sözün mənası yasa əsaslı bəhslərdə, həmən sözün sosial bəhslərdə, ekonomide, siyasette, ədəbiyyatda, fəlsəfədə və başqa anlamları olar və başqa içəriklikləri ortaya çıxar. 5. Her sözcüğü, konu ve her metnin içinde görüp anlamalı ve tenkil etmelidir. Çünkü sözcüklerin anlamı cümlelerden ya danışılan ya da yazılan bir bütünün içinde göz önünde tutulmalıdır. Yoksa eleştiri tüm yanlış yolda gider ve amacdan ıraklanar. 6. İltifat etmelidir ki, İnsafeli Hidayet hemen neçə dəqiqə canlı danışıqlarda hangi kontekstdə, hangi konuda, hangi amaçlarla cümleler kurmaya çalışır diye sormalıdır ki, sözcükleri o kontekste çıkarıp başka kontekstlerin içinde başka məna ve anlamlar aktarılmasın. 7. Her kontekste baxırsaq baxalım, Yunus Bey sərətan sözün doğru bulmuş ve doğru olarak da onun üstüne parmak basmıştır. Sərətan sözü bir xəstəlikdən borc alınmıştır. Çaresi olmayan ya da əlacı çok zor görünen bir konudur. Ama bu söz tüm siyasi, edebi, ekonomi ve diğer sahelerde de emanet alınır. Bu iş iradsız da görünür. 8. Ama Yunus Bey sərətan sözcüğünden kendi bəhsləri üçün çox və həddindən artıq bir fondasyon, altyapı, çıxış ve həmlə binası yapmış ve tüm 19 dəqiqəlik bəhsinin altyapısını sərətan sözcüğünün üzerine yüklemiş. Ona əsasən hidayetin tüm düşüncelerin ve önerdiği çıxış yolların məhkum etmeye çalışır. 9. Kontekste dönelim. Əgər sərətan gələn cümleye dikkat edirseniz, Hidayet deyir ki, Türkler ve Ərəblər Orta Doğunun əsildən anlam parantez içinde əsil sözcüğün yer sahibi anlamında işlədir. Orta Doğunun əsil iki millətləridirlər ki, bölgeden xaric güclər bunların içinde 4 dana sərətan koyublar. Burada cümleye ve kontekste dikkat lazımdır. Hidayet bu 4 milleti sərətan bilirse o sərətanı yaradanlara işaret edir. Amilleri gösterir, məlulları yox. Sinteze bakır, sonuçlara parmak basır. Tənkitçi eleştirisinde sormalıdır ki, niye ve hangi gücler, hangi çıxarlar ve sonuçlar amaçlı bu 4 toplumu
ya topluluqları sərətan ediblər? Kimlər və hangi məqsədlər üçün bunları bölgə sərətanı ediblər? Əcəba burada İnsafəli Hidayət patoloji və xəstəlik amacla danışır, yoxsa toplumsal, sülh, savaş, təhlükə, əmniyyətsizlik, 100 il savaşların bölgədən xaric əllərlə idarə olmasına və yönəlik danışır. Hər tənqidçi qonunu və sözcükləri hər qonu və kontekstin içində məna etməlidir. Bir sözcüyü kontekstdən çıxarıb başqa bir kontekstdə məna edərsəniz, yanlış yolda yürürsünüz, toplumun bir kəsimin də yanlışa yürüdürsünüz. Əcəba İnsafəli Hidayətin borc aldığı sərətan sözcüyü ırqıçılıq konusu ya kontekstində işə alınmışmı? 10. Yunus cənabları İnsafəli Hidayətin bireysel düşüncə səviyyəsinin, milli düşüncə səviyyəsinin bütünlüyünün yerinə qoyur və İnsafəli Hidayətin səhvi sözcüklərindən, doğru ya yanlış düşüncəsindən yola çıxaraq milli hərəkətin bütünlüyün vurmaya ya sorğu altına almaya çalışır. Yəni bir bireyin yanlışı olursa, oradan çıxaraq milli hərəkətin bütünlüyün vurmaq doğrudurmu? 11. İnsafəli Hidayət milli hərəkətin aynısı və milli hərəkətin bütünlüyü deyildir əlbəttə ki, bəlkə bir bütününün kiçik üzvüdür. Milli hərəkət minlər, bəlkə də milyonlar rəhmətə getmiş və həyatda olan insanların fərqli düşüncələrinin üzərində qurulmuş və inkişaf edən bir bütündür. Ola bilər, milli hərəkətdə olan milyonlar bireylərdən birinin yüzlər qonuda olan düşüncələrindən bir neçəsində yanlışları olsun. O yanlışlara görə onun doğru düşüncələrini atmaq olmaz ki, heç. Onun yanlışları ilə milyonlar insanın yaratdığı hərəkəti vurmaq asla doğru deyildir. 12. Hər bir kimsənin İslamdan xoşu gəlir ya gəlməz. Bu, onun təcrübəsinə, geçmişinə, anlayışına, baxışına və tutumuna bağlıdır. Əcəba danmaq olar ki, türklər, ərəblər, yəni müsəlmanlar, Avropa və Məsihi dünyası qaranlıq çağlarında yaşarkən müsəlman topluluqlar hər sahədə ən inkişaf edən ulus və hakimiyyətlər olmuşlar. Bunu görməzdən gələn olursa, tarixə bir də baxmalıdır. 13. Yunus cənabları ırqıçılıq ilə rasistliyi tərif etmədən, anlamın göstərmədən qonunu və düşüncəni ırqıçılığa və rasistliyə danışır. Kontekstə iltifat etmir. 14. Irqıçılıqda hər bir ırqıçı birey və toplum düşüncəsində kəndisini başqa bəlli millətlərdən üstün görür və kəndinə verdiyi yaşam haqqı onlara yaşam haqqı olaraq tanımaz. İlla ki onlar ırqıçının iradəsi altında və aşağı səviyyədə yaşamalıdırlar. Əgər ırqıçılıq dövlət və hakimiyyət səviyyəsində olursa, dövlət və hakimiyyət tüm imkanları ilə ırqıçılığın qurbanlarını aradan aparmaya, onları təhqir etməyə, asimilə olmasına, aşağı səviyyədə yaşamalarına, onların varlıqlarını silməyə və çalışar. Irqıçı dövlət və hakimiyyət üçün hər şey və imkan, o cümlədən məktəblər, öyrətmənlər, universitetlər, xocalar, din xadimləri, polis, silahlı güclər, ədliyyə, zindan, idarələr, qanunlar, məclis, seçkilər və habelə hər şey bir öldürücü silaha dönüşür ki, ırqıçılığa məruz qalanları əzib aradan aparsın. Özəlliklə ırqıçı dövlət və hakimiyyət ırqıçılığın qurbanlarının siyasi və dövlət qurma iradələrin sındırmaq istər. Əcəba Hidayətdə və Azərbaycan milli və türk hərəkatında böyle bir yol, yöntem, tutum və imkanlar varmı? Əcəba İnsafəlinin 12 milyona yaxın yazdığı sözcüklərdə belə bir anlam, düşüncə səviyyəsi var mıdır? Əcəba İnsafəlinin həmən 4 toplum və 2 əsil yer sahibi olan millətin tarixindən olan analizi ilə tanış olmuşsunuzmu? Bilməlisiniz ki, İnsafəliyə görə Fars, Kürd, Erməni və Yəhudi toplumları 1-ci Dünya Savaşından sonra ortaya çıxıblar. Bilməlisiniz ki, onların qüdrət tapdığı andan bu günədək ərəblər və türklər həmən toplumlarla birlikdə qan içində yaşayırlar.
Neden geçen 1000 ildə bu bölgədə türklər və ərəblər hakim olarkən bu qədər uzun illər qanlı savaşlar yox idi? 15. Yunus bəy daxili istimara parmaq basır. Hardan bunu çıxardır? Daxili istimar nə deməkdir? Sormalıdır. Azərbaycan, Ərəbistan, Bəluçistan, Qəşqaistan, Türkmənistan, Loristan, Gilan və sair iyalətlər İran-Fars ordusu ilə dəfələrcə işğal olmamışmı? Bu millətlərin milli dövlət qurma iradələrin ordu ilə sındırmamışlarmı? Fars İranlılar bu millətlərin iradələrinin və milli dövlətlərinin sındırılan günün qurtuluş şənliyi deyə qeydə almamışlarmı? Niyə və nədən işğalçı iç sümürgəyə indirmək və yumuşatmaq istənilir? Əcəba Yunus bəyə tay beyinlər İranın 100 illik beyin yıxama çabasından dolayı beyinləri işğal olmamışmı və İrancı bir düşüncəyə sahib deyirlərmi? Əcəba bu beyinlər və düşüncələrlə işğalda oluban heç bir milli haqları olmayan millətlərə çıxış yolu görünürmü? Bu düşüncə hangi gücün və millətin milli maraqlarına xidmət edər? 16. Əcəba Yunus bəyin bəklentisi budur ki, Güney Azərbaycan türklüyü məktəblərdə, universitetlərdə və ırqıcı bir siyasət aparsınlarmı? Niyə? Kəndisindən sormalıdır ki, türkçülük və Azərbaycançılıq ırqıcılıq mı? Bir milləti başqa millətlərə qarşı savunmaq, onların tarixini anlamaq və anlatmaq ırqıcılıq mı? Mən insafəli olaraq Güney Azərbaycanın və Azərbaycanlıların milli çıxarların tüm millətlərdən və ölkələrdən daha üstün olmasına inanıram və üstün olmasına da çalışıram. Ona görə də bu millətin düşmanları ilə sözlü, həm də silahlı savaşmaya hazıram. Əgər bu məni ırqıcı edirsə, mən ırqıcıyam. 17. Sayın Şamili cənabları iddia edirlər ki, bizim millətimizin Yahudilərlə, Erməni xalqı ilə, Kürd xalqı və Fars xalqı ilə heç bir məsələsi yoxdur. Bizim xalqın məsələsi olan İran dövlətinin istibdadi və daxili istimara dayanan siyasəti və qeyri-Fars xalqlara qarşı ırqıcı siyasətidir. İsrailin və ya Ermənistanın dövlətinin antidemokratik siyasətlərinə qarşı ola bilər və Kürdlərin siyasi hərəkətinin sıralarında antidemokratik düşüncələrə qarşı mövqeyi və mövzei olmalıdır. Xalqlara qarşı deyildir. İnsafəli bəyin Orta Doğu ölkələri iki yerə əsli və sərətan millətlərə böldüyündə deyir ki, türklər və ərəblər inkişaf edən millətlərdirlər. Amma güya o sərətan millətlər bu millətlərin inkişafının qarşısını alırlar. 18. Görünür ki, Yunus bəy dövlətlərlə millətləri bir-birindən kamil şəkildə ayrı tutur. Bu elm əsaslı analizlərdə ola bilir. Amma və əcəba millət ilə dövlət yağla su kimidirlər və bir-birlərindən ayrı mıdırlar? Ya bir-birlərinin sonucu və mükəmmilidirlərmi? Yəni dövləti millətdən süzüb çıxarıb qırağa atmaq olarmı? Ya da milləti dövlətdən başqa bir varlıq düşünmək ola bilərmi? Yoxsa hakimiyyət ilə müxalif olan çox az kəsimi millət hesab edirmi və hakimiyyətin və dövlətin yanında duran və saxlayanları millət hesab etmirmi? Məsələn, İsrailin Qəzzədəki cinayətlərində, İsraildə və dünyanın bir çox yerində yaşayan Yahudilərin rolu və əli yoxmudur? Yəni o ordunu, o uçaqların sürücüləri, o tankların sürücüləri, o əskərləri və İsrailin millətindən sayılmazlarmı? İnsafəliyə görə millət dediyində ordu, silahlı güclər, əmniyyət, istixbarat, hakimiyyətdə olan tüm çalışanlar, opozisyon varsa belə hamısı birlikdə, bütünlükdə bir millətdirlər. O millətin səs çoxulluqdan dolayı hakimiyyətdə olanlar o milləti idarə edirlər. Hakimiyyət ilə milləti azınlıq ilə çoxunluq deyə bir-birindən ayırt etmək doğru deyildir. Onların bir bölümünə millət, bir bölümünə müxalifət və bir bölümünə isə dövlət deməklə bir milləti üç yerə bölməz. Yoxsa siyasət və elm yox,
sözcükler ile oyun oynamak olar. 19. İran adlanan siyasi varlıkta yaşayan siyasal düşünürler Türkleri, Ərəbləri, Bəluçları, Kürdləri ve İran adlı millətle devletin bir parçası tanımır ve tərif etmirlər. Bu düşünceni hemen milletlerin fərqli düşünürlerinin içinde əyan-bəyan görürüz. Bununla belə ki, Farslar özlərin İran milləti tanımırlar, amma İran milləti dedikdə acaba Farsları, hətta müxalifətdə olan Farsları belə İran dövlətindən ayırmaq və təciyə etmək ola bilərmi? Acaba əgər özlərin İranlı tanımayan millətlər Fars dövlətinə qarşı devrimə və ya silahlı savaşa qalxsalar, Farslar bu millətlərin yanında və çiyin Fars-İran dövləti ilə savaşarlarmı? Yoxsa Fars-İranlı opozisyon və hakimiyyət olaraq ixtilafların bir yana buraxıb, birləşib, silahlanıb, dövlətlərin qorumaq amacla bu millətlər ilə savaşmazlarmı? Acaba Farslığın baqqalı, əmələsi, ziyalısı, qazetəçisi, yazarı və bu millətlərin ayaqlanmasına qarşı birləşməzlərmi? Acaba Farslığın ordusuna güc verməkdən qaçarlarmı? Siz hangi elm usulları ilə və hangi reallıqlara dayanaraq Fars dövləti ilə hakimiyyətin Fars millətindən ayırırsınız? Milləti dövlətdən və hakimiyyətdən ayırsanız yerdə nələr qalar? Dövlət və hakimiyyət bir millətin siyasal iradəsinin sonucu deyilmi? Millətin siyasi iradəsinin sonucu dövlət və hakimiyyət deyilmi? 20. Eleştiri konusu Türkler ve Ərəblərin inkişafına gəlincə, deməlidir ki, əgər bölgədə sülh yoxsa, əgər savaş qaynaqları əmirsə, əgər millətlərin pulu və gənciliyi savaşa qurban gedirsə, əgər bölgənin minlər milyar doları silah alıb ambarlamaya verilirsə, Türklərlə Ərəblərdə inkişafa imkan qalmaz. Niyə ki, inkişaf sərf olan beyinlər və pullar savaşa gedir. Niyə ki, inkişafa sərf olan beyinlər və pullar savaşa gedir ya da savaşa hazırlığa və təhlükəsizliyi qorumaya gedir. Türklərin və Ərəblərin minlər milyar dolarları savaşı idarə edən batılı güclərin silahlı fabrikalarının güclənməsinə, Batı ya Məsihi dünyasının inkişafına və sərf olur. Hətta Orta Doğuda barışın olmaması bu bölgenin gəlirlərin Batı və Məsihi dünyasının bankalarında saxlamaya sürəklir. Sormalıdır, kim və hangi güclər İsraili, Farsları, Erməniləri və Kürdləri bu bölgədə və geçmiş 100 ildə iş üstünə gətirmiş ya silahlandırmış ki, buranın xalqları barış üzünə həsrətdə qalmışlar. Nədən orta qaranlıq yüzillərdə Türklər və Ərəblər inkişaf edirlərdi, amma batılı sümürgəçi qüvvələrin ayaqları doğuya açılandan bəri həm barışsızlar, həm də inkişafları dayanmış. Əlbəttə ki, Orta Doğuda və müsəlman ölkələrdə inkişafın dayanmasına ya olmamasına iç problemlər də vardır. Əlbəttə ki, yanlış liderlər var, yanlış siyasətlər var. Amma nə zaman ki, ərəblər və türklər ayağa qalxmaq istərlərsə, nədənsə bir kodeta, bir devrim, bir xarici hücumla o inkişafın qarşısı alınar və o milləti sıfır noktasına çəkib indirir. Bunu anlamaq üçün Əfqanistan, Əraq, Suriyə, Libiyinin bugünkü durumun Türkiyə kodetaların görmək kafi deyilmi? 21. Əcəba ərəb millətlərin sərvəti onların inkişafı üçün sərf olurmu? Yoxsa savaş üçün ya savaşdan qaçmaq üçün xərclənir? Səudi Ərəbistan padişahlığın 500 milyar dolar sərvəti niyə silah alıb anbar etməyə sərf olacaq? Bu silahlar sonunda kimlərin başında partlamaya gedəcəkdir? Hangi millətlərin inkişafı sıfıra dönəcəkdirmi? Nədən izin vermirlər ki, bu sərvətlər doğru elm və teknoloji uğrunda sərf olsunlar? Türk dövlətləri isə 200 ilə yaxın Batının doğu qolu Rus Məsihi işğalı altında deyilmidir?
Sümürcə olmurlar mıdır? Rusdan ayrılan həmən Azərbaycan toprakları ermənilərlə işğal olmadı mı? Azərbaycanın tüm gücünün önemli parçası savaşa və azadlığa sərf olmasaydı, Azərbaycanın inkişafı başqa yöndə olmaz mıydı? Əcəba Gürcüstanın və Ukraynanın işğalı və savaşı Türklərə qırmızı ışığın yandırılması anlamında deyil midir? 22. Yunis bəy inkişafa ölçülər sayır. Onlardan toplumun demokratikləşməsi, eğitimin yüksəlməsi, sərmayənin azadca dolanması, teknolojiyə daha önəm verib, universitetlərin inkişafa uyğunlaşdırılması, hüququn güclü olması və sosial dövlətin qurulmasının alt yapı olaraq sayır. Amma Alman, Japon, Kürə və bir çox ölkələr ən başda teknolojik olaraq inkişaf edəndən sonra tarixi sürəc içində demokratik olmuşlar. O ölkələrin işğal olub sümürcəyə məruz qalmaya kifayət qədər yeraltı qaynaqları olmadıqdan dolayı onların inkişafına mane törətməmişlər. Yəni əgər bir ölkənin lideri Batının və Məsihi dünyasının ölçülərini qəbul edərsə ki, onlardan biri də doların mütləq hakimiyyətidir, həmən ölkənin inkişafına həm də Batının iradə etdiyi qədər və onun istədiyi yöndə yol verir. Yoxsa onların inkişafının qarşısında iç ya xarici düşmən yaradar, ya da onun pulunun ərzişi azaltması projesini yola salarlar ki, yıxılsın. 23. Bunun yanında sülhün olmaması, ekonominin değişken olması, ölkələrin savaş hazırlığında olması, silah almaq müsabiqəsi, özlərin qoruması və beyinlərin və yüksək səviyyəli nəslin o topraklardan köçməsinə səbəb olur. Bu ölkələr beyin gücündən boşaldıqca cənnət görünən Batı yeni beyin gücləri ilə dolur. Beyinlər boşalan yerdə inkişafı kimlər irəli sürə bilər ki? 24. Yunis bəy buyurur ki, İnsafəliyinin düşüncələri bir istibdadi və diktator ölkədən qalxan metodlarla formalaşmadadır. Diqqət edərsəniz, istibdadi ölkələrdə gəlişmənin, qalxmanın qarşısını alanları daima xarici dövlətlər sanırlar, demişdir. Bu halda ki, İnsafəliyinin bölgədə barış hakimiyyət istiqrarı düşüncəsinə o dörd siyasi varlıqların yaradılması ya da yaradılması uğrundakı çabalar manidir. Əlbəttə ki, xarici maniləri görməmək ya da görməməzlikdən gəlmək dünyada sürən siyasətlərdən xəbərsiz olmaq deməkdir. İnsafəliyinin düşüncəsində istiqlal və azadlıq həm də Fars hegemonundan çox önəm daşır. İnsafəliyə görə istiqlal üçün savaşmaq lazımdır. Çün İran-Fars düşüncəsini daşıyanlar Avropalı və demokratlaşmış insanlar deyirlər. Demokrasiya da inanmırlar. Ondan dolayı bu bölgədə millətlərin istiqlal yolu isə bir türlü diktatorluqdan geçir. Niyə ki, savaş dönemində demokrasi və demokratik davranışlar istiqlalçı gücləri hədərə getməsinə səbəb olar və istiqlalı əlçatmaz yerə götürər. İnsafəlicə, demokrasi türklərin vətənlərinin istiqlalından sonra gəlir. İstiqlal ilə demokrasini yan-yana qoyanda istiqlalın önəmi və öncülüyü görünür. Təbii ki, əgər İran-Farslıq demokratik davranışa gəlirsə və demokrasi quralları əsasında istiqlala yol açılırsa, istiqlal üçün savaşa və bəlli zaman içində diktatorluğa yer qalmaz. 25. Görünən odur ki, Yunis bəy keçən 100 ildə İran adlı siyasal varlıqda 5-6 nəslin beyinlərinin farsçılıq, İrançılıq və ariyaçılıq əsasda yıxanmasına inanmır. Beləliklə qəbul etmir ki, İrançılıqdan və farsçılıqdan qurtarmanın təkcə yolu İranda beyin yıxama sisteminə qarşı üsyan etməkdir. Bu üsyanın bir önəmli parçası isə onun təlim verdiyi və tərbiyyət etdiyi beyinlərin İrançılıqdan və onun yaratdığı dünya görüşlərindən boşalması və milli düşüncələrlə dolmasıdır.
Təbii ki, bir yanlışdan dönmək və qurtarmaq üçün təkcə yol yöntəm o yanlışları danmaq və onlara qarşı dirənməkdir. Əcəb Yunus bəy İrandakı yaygın olan insan haqlarından olan tərifi, demokrasinin anlamın, azadlığın, insanın və toplumların iradəsi, mənası haqda olan anlamları və anlayışları doğru görürmü? Onları qəbul edirmi? Onları dünyada gedən anlayışlarla aynı bir kəfədə qoya bilirmi? Əgər İrandakı verilən və beyinlərdə yaradılan anlayışları doğru görürmürsə, onlarla müxalifət etmək üçün və beyinlərin onlardan azad olması üçün, ha belə onlara qarşı milli düşüncəyə sarılmaq üçün hangi yol yöntəmləri göstərir? Bunu bilməlidir ki, işğalçı kültürü, dili, tərbiyəsi və təlimi işğalda olan insanları sümürgə üçün və işğalın davamı üçün hazırlamışdır və hazırlamadadır. O kültürdən, təlimdən, tərbiyədən qurtarmaq üçün inadla, israrla, dirənişlə və müxalifət etməlidir ki, elmə, təcrübəyə və milli çıxarlara, milli düşüncələrə, gəlişmə və inkişaf usuluna dayanaraq yeni və milli düşüncələrə yer açılsın. Düşmənin verdiyi düşüncə ilə istiqlal almaq mümkün değildir. İstiqlal, işğal durumunun kökündən değişimi deməkdir. Hakim siyasal durumu değişmək üçün beyinsel durumun və bilgilərin də değişməsi lazım gəlir. Yoxsa enerjilər hədərə getməli olacaqdır. Bundan dolayı beyinlər, duygular, inanclar, tüm zahiri və batini bağlılıqların hamısı və hər sahədə İrandan, İrançılıqdan qırılmanın təkcə yolu yöntəmi İrançılıqdan və İranda verilən dünya görüşlərindən qırılmaqdadır. 26. Yunus bəy inad sözün kontekstdə görməməyə israr edir. İnad və ləcbazlıq İrandan qırılmaq kontekstində nə anlama gəlir? Əcəba israr, dirəniş, müxalifət və kimi anlaşmamalıdır. 27. Əcəba İrandan qırılmaq Yunus bəyə ağır gəlirmi? Hidayətə görə istiqlal üçün İranda fars dilli olmayan hər bir birey tüm bağların İrandan, İrançılıqdan, İrançılardan dibdən, köstən kəsməlidir. Çünki hər bir dünya görüşü insanları və toplumları o görüşün mərkəzinə çəkib və oraya qul kimi bağlar. Ona görə də İrançı təlim, tərbiyə və dünya görüşü, fəlsəfə və ideolojisi hər kəsi İran quluna çevirir. Nədəndir ki, bəzi insanlar İslam əsaslı dünya görüşlərini belə anlayır və belə düşünürlər, amma konu İranla ilgili olanda inanırlar ki, İranla bağları kəsmədən Azərbaycançılıqla türkçülüyə yürümək mümkündür. Belə bir türkçülük və Azərbaycançılıq hətta istiqlal alandan sonra belə İranın boyunduruğun həm də sevinə-sevinə boynuna salıb fəxr ilə dolanar. İstiqlaldan sonra da beyin işğalı və sümürgə davam edər. İstiqlal və azadlığa erişmək üçün tüm İrançılığın hər zadından və hər verdiyindən ərinmək gerekir. Azərbaycan minasına lüt gəlib buradakı düşüncəyə həm də xalis ürək və beyin ilə təslim olmalıdır. Bu o demək deyil ki, İnsafəliyinin düşüncəsinə təslim olmaq lazımdır. Yox. Türkçülüyə və Azərbaycançılığa, Türkün və Azərbaycanın milli çıxarlarına təslim olmaq və onlar üçün candan başdan geçmək, qan tökməyə hazırlanmaq deməkdir. Mən bu düşüncəni bağırmaqdan belə utanmıram. Nə deməsindən utanıram, nə də yaşamasından. Yoxsa istiqlal üçün demokratik yol varmı? Mən seçmirəmmi? 28. Yunus bəy İnsafəliyinin düşüncəsində Azərbaycan türklərinin farslarla, İrançılıqla iki bağının olmasının deməsindən şaşır. Hidayət inanır ki, şiəçilik və farslarla aynı geyimlər türkləri farslara və İrançılığa ərəblərdən, bəluslardan, türklərdən, qəşqailərdən, türkmənlərdən daha çox bağlayıb və bağlır. Yunus bəy türk şiəçiliyi haqda bir şeylər bilmir.
Azərbaycan yazarlarının bu haqdakı kitablarından xəbərsiz görünür. Məncə təbiidir. Yunus cənabları bilmir ki, türk və fars şiəçiliyi haqda tarixi bir cəryanlar var. Məncə türk-fars şiəçiliyi fərqlənən ən son savaşı Ayətullah Uzma Seyyid Kazım Şəriətmədari ilə Xumeyni arasında gedən dinçi görüşlərin savaşı idi. Bu savaşda mollalar və mollalıq məktəbləri ən azı ikiyə bölündü. Savaşın sonunda türk şiəsi zahirdə fars şiəçiliyinə həm də çox qanlı olaraq məğlub düşdü. Bu savaşı sembolik olaraq fəqihlərin vilayəti var ya yox konusunda görürük. Bu konu sadəcə fəqihin mütləq vilayətindən ibarət deyil, bəlkə dərin və tarixi baxışların sonucunda bura gəlib çatmışdır. 29. Fars İranın beyin yıxama sisteminin sonuçlarından biri budur ki, insanları inandırıblar, şiəçiliyi və onunla bağlı olan tüm xurafatları və ənənələri Səfəvi türkləri gətirmiş və rəsmi etmişlər. O halda ki, şiəçilik farslardan Azərbaycan türklərinə geçmiş. Səfəvilərdən öncə neçə kərə fars dilli xanlıqlar şiəçiliyi rəsmi din etmişlər. Hətta ərəblər buna şiə qavramın, yəni ırqıçı adın vermişlər. Deməlidir ki, Səfəvilərdən öncə bugünkü İran, Əfqanistan və Qafqazlarda 21 şiə xanlıqları və hakimiyyətləri var imiş ki, Babəndilər, Cəstanilər, Təbərəstanlılar, İşanilər, Ziyarilər, Alibuyələr, Ali Həsnəviyyələr, Ali Kakuyələr, Minatlılar, İsmaililər, İlxanlılar, Sərbedarlar, Cəlairilər, Çobanlılar, Ali İncular, Çəlavililər, Mazəndaran İmadi Seyidləri, Mərəşilər, Qərəqoyunlular, Kiyayilər və Müşəşəilərdirlər. Əgər Səfəvilərdə şiəçilik təbliğ etdikləri kimi və rəsmi olsaydı, nədən Səfəvilər toplaqlarında farslarla Azərbaycanlı türklər şiədirlər, amma kürdlər, ərəblər, türkəmənlər, Əfqanistanda yaşayan onlar millət, Pakistanda yaşayan millətlər, türkəmənlər və sünni qalmışlar? Nədən ermənilər və gürcüstanlılar şiə olmamışlar? Beyin yıxanmanlıq belə bir bəladır ki, adamlar inandırıldıqlarını sorğu işarəti altına almaqdan belə qaçınırlar. 30. İnsafəliyə görə türklər ilə farsların və farslığın ikinci bənzərliyi də geyimdədir. Geyim də değişməlidir. Çün ərəblər, bəluslar, kürdlər, qəşqailər, türkəmənlər, lorlar və öz milli geyimləri ilə farslıqdan fərqlənirlər. Bu ayrılıqlar göz ilə belə görünür və seçilir. Bu da onları farslardan həm də milli səviyyədə ayırt edə bilir. Türklər isə farsları birləşdirmək amaclı Rıza Şah zamanından sadəcə türklərin geyimin və paltarın farslarla birləşdirmişlər. Cəzalandıraraq və zorla erkeklərin və qadınların geyim tərziləri Avropalaşdırılmış və türklərlə farslara uygulanmış. Amma o zaman siyasal İranın başa başında hamıya inandırıblar ki, geyim birləşməsi tüm İranda uygulanıb. Bunu da hamıya qəbul etdiriblər. Amma geyimlərin fərqliliyi bu propagandanın tərsin göstərir. Amac bu imiş ki, türk ilə fars varlığından bir varlıq İran milləti yaratsınlar, İranlı. Əgər bu ikisi birləşirsə, qalan millətlər onların içində əriyib aradan gedərmiş düşünürmüşlər. Görünən o ki, Rıza Şahın xocalarının paltar birliyi siyasəti təkcə Azərbaycan türklüyün hədəf tutmuş və başarılı da olmuş. 31. İran adlı yerdə geyim azadlığı ilə müxalifət Rıza Şah çağından başladı. Ən başda da erkəklərin geyimlərini yeksan və bir şəkildə etməyə çalışdılar. Görünən o ki, təkcə Azərbaycanlı türk erkəklərin, sonra da qadınların farslar kimi, hətta əskərlər kimi aynı etmişlər və Avropadan gələn model geyimə zorlamışlar. Azərbaycan türk erkəyi də, qadını da
ona baş əymiş, onu qəbullanmışdır. Əgər Rza Şahdan öncələrdə bir kəsimlər, şahlar, şahzadalar, tacirlər, fərəngilər, Fərəngistandan dönənlər və Avropa modelli paltar geymişlər, dəlil və səbəb olmaz ki, Azərbaycanlıların milli geyimi olmasın. Niyə ki, milli geyimin olması və geyinməsi dünyanın hər millətində var və rəsmidir. Aynı halda ki, milli geyim Avropalı geyim ilə də müxalif deyil. Paltar beyni değiştirməz, gəlişdirməz, amma və sadəcə bir milləti millət və milli olaraq başqa millətlərdən ayırt edər. Onlara milli fərqliliyi əyan-bəyan göstərir. İnsanlar istər-istəməz bu fərqliliyi görüb ayrılığı anlarlar. Bu da milli şuuru, duyğunu doğuzdurar. Bunun üçündür ki, siyasal İranda yaşayan Türklər də Farslardan ayırmaq amacla milli geyimləri olmalıdır. Milli geyim həm Türkləri Farslardan fərqləndirər, həm də dünyada Türklərin kültürlərinə fərqli yer açar. Ha belə Türklər varlığının Farsların əli ilə oğurlanmanın qarşısında durar. Onda Türklərin heç bir varlığı Fars və İran adına dünya bazarına çıxmaz. Həm də səbəb olar ki, biz Türklər Farsların içində əriməyək, aradan getməyək. Bunun üçündür ki, yeni və modern milli geyimləri bazara verməliyik. Çünki geyim toplumları və bireyləri çox kolay bölür. Türklərin də Farslardan bölünüb qopması gərəkir. 32. Yunus bəy düşünüb ki, İnsaf Əlinin düşüncəsində geyimi değişmək ilə Türklərin beyni də değişir. Yunus cənabları həm İnsaf Əlinin düşüncələri ilə tanış görünmür, həm də unutmaq istəmiş ki, İnsaf Əli beynimizin değişməsinin tərəfdarı və milliləşmənin yanlısıdır. Bu söz onun unutqanlığından gəlir. Çünki öncəki sözlərində bu düşüncəni belə nəqdə çəkmiş idi. 33. Yunus bəy çox şaşıb ki, İnsaf Əlinin iddiası var ki, beynəlmiləl haqları güclü dövlətlər özlərinin mənfəətlərinin təmini üçün yazmışlar və biz gərək öz haqlarımızı və hüququmuzu özümüz yazaq. Buna da güc istər. Onda da güclənməkdən başqa çarəmiz varmı? Yunus bəy unutmuş ki, 200 məmləkətin liderlərinin hamısı bir haqq və qanun üçün həm desələr belə, bir veto haqlı dövlət yox desə, tamam dövlətlərin siyasal və yasasal iradələri və istekləri yox kimi və qiymətsiz hökmündə olur. Niyə o 5 Məsihi və Çin ölkənin liderlərinin veto haqqı var? Çünki güclüdürlər. Gücün və güclünün hər şeyi yaratmaya, ya aradan aparmaya gücü çatar. Niyə müsəlmanların veto haqqı yoxdur? Gücsüzlər ondan. Veto haqqı kimlərin mənafiin təmin üçündür? Güclülərin. Əgər uluslar arası qanunlar güclülərin çıxarı üçün yazılmamışsa, nədən güclü dövlətlər hər yanı istərlərsə məhv edib milyonlar adamları öldürür ya avara edərlər? Heç kim də onların qarşısında dura bilməz. Niyə Sazıman-ı Milal dövlətlər təşkilatıdır və millətlərin istiqlal alma haqların rəsmi olaraq dilə gətirməmiş və yazmamışdır? Çünki bir çox millətlər gücsüzdürlər və işğal olmuş sümürgəyə məruz qalmışlar. Zəfidən ondan dolayıdır ki, millətlər güclü dövlətlərin işğalındadırlar. Güclü dövlətlər zəif millətlərə və hətta gücsüz dövlətlərə iradələrinin işləməsinə haqq verməzlər. Yunus bəy bilmir ki, hər yerdə və hər zamanın millətlərinin iradəsinə uyğun olaraq hüquq ortaya çıxar. Hüquq çatışmamazlıqları idarə etmək amaclar ilə yazılır ki, sonralar silinsin və yeni iradələrdən doğan yeni hüquqlar ortaya çıxsın. Hüquq tarix boyu sabit deyil, değişkəndir və değişəcək bir varlıqdır. Əgər hüquq sabit qalırsa, demək insanlığın inkişafı dayanmış və sonuna çatmışdır. Saygılarımla İnsaf Əli Hidayət.